Bugün sizlerle beraber təptəzə bir Car Simulator 2 videosuyla karşınızdayım. Bu günləri biz sizlerle beraber video bitene kadar sadece ve sadece drift atacağız. Drift görevi de olar, drift yarışlar olar, drift missiyalar zaten her şey. Yəni drift əlaqəli hər şey eləyə bilər. Görevlər də eləyəndə driftlə. Əgər görev eləmək istəsək driftlə eləməliyik. Ona görə işimiz çətindir. Amma bir dənə qəşəng maşın alaq. Bir dənə qəşəng maşın alaq. Qəşəng bir dənə olan maşın seçək. Hansını alaq? Çox da maşınımız var. Mən də deyirəm ki, onsuz da RS6-yı təzə almışıq. Yəni RS6-yı təzə almışkən bir bunu sürək də. Ya bu qəşəng gəlir. Bu arada axır vaxtlar yaxşı like'lar zatlar gəlmir. Əgər bu videoya da az like gəlsə sabahları video gəlməyəcək. O birisi gün gələcək. Yola çıxaq indi. Burada başladıq. Buna biz hansı dumanlarını etmişdik? Bənövşəyi. Bu arada drift modu açıq olmasına rağmen headset. O olmasın. Deyəcəkdim ki, drift modu açıqdır, amma dümdüz gedə bilərik deyəcəkdim ki, yox. Ücə hiylə olacaq axı. İndi məncə gəlin biraz hələlik drift ataq. Belə buraları gəzəkdə drift ataq. Hoppala. Qəşəng drift atır. Amma biraz çətinləşirəm drift atanda. Yola deyil. İndi polis maşını axtaraq. Amma polis maşında drift olmadığı için onda maalesef saymayacağıq drifti. Əslində ya da heç onu da eləməyək, hiylə sayılacaq. Yəni onda drift modu açıq olsaydı, onda da elə drift atardıq da. Yəni yenə hiyləli olacağı üçün maalesef eləməyəcəyik onda. Gedək biz birazcıq da görev eləyək stadyumlarda, zatlarda. Bəlkə. Ya da yox, hələ tezdir. Hələ biraz şəhəri gəzək, belə drift ata. Bu arada mən biraz çətinləşdim RS6 ilə. Dedim ki, təzə almışam da bunun drifti çətin gəldi mənə. Görürsünüz dostlar, belə biraz çətin drift atıram mən bu maşınla. Bilmirəm. Dostlar, sizdən istədiyim bəyəni 5'dir. 5 like gəlməzsə sabahları video gəlməyəcək. Əgər gələrsə sabahları video gələcək. Amma onsuz sabahları da gəlməsə o birisi gün atacağım. Amma yenə də siz 5 like atın ki sabahlarda video gəlsin də. İndi bu arada Minecraft videosu həmişə deyirəm atacağım, amma çatdıramıram atmağa. Çünki adam düzgün Minecraft tapa bilməmişəm. Gecə Minecraft desək olmur, alamıram. Başqa çakma Minecraftlar arasaq bütün gün reklam çıxır. İnterneti də bağlasaq onda video çəkə bilməyəcəm. İşlər çətindir də dostlar. Ən qısa sürədə tapan kimi dostlar bir dənə qəşəng Minecraft həm də bütün gün reklam çıxmayan Minecraft tapan kimi video gələcək Minecraft videosu. Yəni adam düzgün tapamıram Minecraft. Bu arada hələlik qəşəng gedir belə drifti. Demək ki, sürətli gedərək drift atmalıymışız. Biraz da drift puanı kasmaya çalışacağım. Tam 10.000.
50 minə çatdırarıq görəsən dostlar. Bu arada dostlar, maşını dəyişdirə bilərik. Sadəcə bir şansımız olacaq maşını dəyişdirmədə. Hələlik o bir şansı işlətmək istəmirəm. Hələlik çox da vacib deyil maşını dəyişdirmək. Niyə drift atmırsan? Diskalifiyə etmək istəyirəm ya. İndi dostlar, bu arada kanalımıza like atıp və abunə olmayı yaddan çıxartmayın. Yəni yenə də dediyim kimi like sayısı çox azdır. Yəni biraz bu like sayısını çoxaltsaq qəşəng olar. İndi drift ataq. Belə qəşəng drift atmaya çalışım. Bu arada bir dəqiqə, burada bir dənə qaraj var. Bu pulla yoxsa taslaqla? Pulla olsa vallahi alaram bir bölüm. Pulludur vallahi. Əslində yaxşıdır dostlar. Yəni hətta yanımızda da evimiz var, yanında da. Göstərim, bu bizim evimizdir. Qəşəngdir məncə. Bir dəqiqə dostlar, RS6'mız buraya gəlir. RS6'mız buraya gəlir. RS7 demişdim mən bunu alanda səhvliklə, amma RS7 deyil, RS6'dır. Zaten siz də bilirsiniz markasını. İndi yavaşdan görevlərə başlayaq. Yəni belə boş-boş dayanmışıq. Yavaşdan başlayaq. Hələlik dəyişdirməyəcəm dostlar. Biraz daha bundan taxılmaq istəyirəm. Hələ bundan görevlər təzə eləyirəm. Çünki dostlar, bir saniyə. Dostlar, indi gəldim. İndi drift ataq. Bir dənə qəşəng, bir dənə drift ataq. Hoppa. Hədə drift at da. Qıcığıma gəldi bunun drifti. Qıcıq etdi mənə bu drifti. Hayda da. Bu görəvi eləyim, başqa maşına keçəcəm dostlar. Yəni istəyirəm ki, bu görəvi RS6 ilə eləyim. Qıcıq elədiyi üçün o birisi görevləri RS6 ilə zaten eləməyəcəm. Mənim ürəyimi sıxdı RS6. İndi başlat. Yolla gəlsin. Mən bununla drift şaheseri bile etmək olmaz. Bununla drift şahesərini çətin eləyərik. Hətta dostlar, 5000 puanı bile yığa bilənmərik ki. 5000 puanı bile yığa bilənmərik bununla. Neyse, biz yenə də heylə danışmayaq, bəlkə yıxdıq. Neyse. İndi bu dəqiqə GT-R BMW M2 Z8 alsaydı altımızda. Burada 1000 də. Burada indiyə qədər 5000 tamamlamışdı da. Yəni o qədər. Yəni pis maşındır da bu. Pis maşın deyil də dostlar, RS6. Sadəcə o qədər, yəni demək istəyirdim ki, o qədər, yəni drifti pisdir demək istəyirdim. Maşın səhv çaşıb elə dedim. Bu maşın çox qəşəng maşındır. Amma drifti pisdir sadəcə. Neysə. Bu arada 100 tasları tamamlamaya çalışacağım. 100 tasları tamamlayanda eləyəcəm. Geçen bir daha maşın alacağım. Drift maşını olacaq. Tez alacağım maşın. Reklam gələcək mi? Təbii ki də gələcək. Yəni reklam gəlməsi olmayacaq da. Yəni reklam gəlməsi heç olmayacaq. Gəldim. Dostlar, indi maşın dəyişdirmək istəyirəm. Fərqli bir maşına keçək ya. Nə qızıq etdi mən.
M2. Yox, mən başqa maşın götürəcəm. Gəlin bir dənə dostlar. i8 eləyək. Ya da yox, gedək M2-ni götürək. M2 yaxşıdır. Hoppa. Gəldik. Porsche da var. Əslində Porsche da ala bilərdik də, ücə keçdi, bitdi. Ala bilənməyəcək. İşte dostlar, bundan başqa maşın ala bilənmərik tay. Tay maşın dəyişdirə bilənmərik. Qəşəng. Bunun dostlar drifti mənim xoşuma gəlir çox. Bunun drifti mənim çox xoşuma gəlir. Hoppala, hoppa. Qəşəng drift atır. İndi birazcıq da hələ bununla görəv eləməyək. Biraz belə boş-boş belə drift ataq yollarda. Sonra təzədən o görəvi eləyərik. Valla deyə bilərəm ki, RS6 bundan daha çox yaxşı drift atılmışı. Təbii ki, mən də bu maşının neçə gündür ki, tay sürmürəm də, yəni. Ücə təzə maşınlar almışam. Tay təzə maşınları aldıqca yaddan çıxartırıq təbii ki, bunları da. Yəni, ücə təzə maşınları aldıqca M2-yi də yaddan çıxartdıq. Nəysə. Məndə problem yoxsa, maşında da yoxsa ayarlardadır. Bir dəqiqə, donur oyun yenə. İşte dostlar, yenə oyun donur. Donması olmayacaq. Narahanda. İşıq izini bağlayaq. Bir dəqiqə dostlar, ultraya çəkək. Sonra yüksəyə çevirək. Və bütün ayarlar sıfırlansın. Belə yaxşıdır. Artıq yaxşıdır. Hər şey. Hoppala, drift də atırıq qəşəng. Of. Biraz limanda drift atmaq istəyirəm. Orası genişdir həm. Həm də ki orada genişlik olduğu üçün orada rahat drift atmaq olur. İndi burada qəşəng drift. Burada da qəşəng drift atmaq olur əslində. İndi hoppala, haydi keşke keçələrdik. Dostlar, keçən dəfə o disk yarnavçanın altından drift atarak keçmişdi ha, qəşəng. Təzədən eləyək onu. Nə deyirsiniz? Bir dənə benzin dolduraq, yoxsa yarı yolda benzin şey olar, bitər. Sonra hayda. Olmadı dostlar. İndi dostlar gəldim. Burada direkt boşaltdım. İndi biraz belə çox qəşəng. İndi uçağın altına girməyə çalışaq. Hayda, olmur. Diskcardan biz dostlar nətər eləmişdik onu. Biz onu diskcardan dostlar nətər eləmişdik. Heç ağlım almır. Dostlar, bu arada 50.000'i tamamlamaya çalışacağım burada. Burada 50.000'i tamamlamaya çalışacağım. Görürsən nə olacaq dostlar. 50.000'e yox, bir 10.000'də zatda tıxanarıq da. Hoppala. 50.000'e tamamlasaq təzə rekord gələcək. Təzə rekord üçün çoxlu uğraşmamız lazımdır. Heç bir yerə dəyməməliyik və o alanda, heç bir yerə dəyməyəcəyimiz alanda hoppala hoppa təzədən toparladım. Hoppa, dayanmaqla dostlar. Hər an riskə ata bilərik özümüzü. Çünki dayandıqdan sonra
sarı şey olur və neçə puan elədiyimizi tam göstərir. Fisiya sıfırlanı təzədən. Ona görə heylə elədim. Qətiyyən olmasın da, yəni qətiyyən elə bir şey yaşanmasın. O bizə bəsdir. Hoppala. 50 min puan tamamlamasaq da bir 20 min zadı tamamlayaq da yəni. Heç olmazsa. İndi avtoşluq eləyirik. Hoppala. Allahdan maşın çox qəşəng avtoşluq atırdı eləyir deyə. Yəni rahatıq da, yəni hər an diyanda tez toparlaya bilirik də maşını. İşte bu. Qorxdum, elə bildim ki sarı eləyəcək. Sarı eləməsin qətiyyən. Eləyə bildiyimiz qədər. Eləyə bildiyimiz qədər. Hoppala, təzədən yol toparladım maşını. İndi devam. Dostlar, bunun drifti çox qəşəngdir. Mən bunun driftindən çox xoşum gəlir. Çox qəşəng qaydırır. Çox qəşəng qrafikləri var. Yol tutuşu da qəşəngdir və 20 mini tamamladıq. 20 mini tamamladıq. Rekord gələcək gələsən dostlar. Dostlar, mən özümə bir dənə drift maşını eləyəcəm abirsi bölümdə. Kəsinliklə bir dənə drift maşını eləməliyəm dostlar abirsi bölümdə. Bizim Supra'mız var, onun drift maşını eləyə bilərik. Qəşəng bir dənə. Qəşəng drift atan maşını çevirə bilərik o Supra'nın. Burada üstündə keçmişdə elədiyim çizimlər var. Keçmişdə deyil təbii ki. Belə elədiklərim belə gec-gecə çizimlər eləmişəm. Onları qaldırarıq. Sonra devam edelim. Sonra isə qəşəng bir dənə drift ayarları eləyə bilərik. Əslində ondansa çizim eləməkdənsə o Supra'nın qəşəng bir dənə drift maşını eləyə bilərik həqiqətən də mantıqlı. 50 minə tamamlayacağım. 29 minə qədər çatdı. Hadi gəlsin bir 50 min. 50 minə çataq dostlar, videomu bitirəcəm. Çatanmarsaq da olar. Çatmasaq da qorxdum. Az qalsın puan gedirdi. Az qalsın gedirdi puan. İndi burası yolun axırına gələcək üçün 81 taslaq. Əslində bu günləri 100 taslağı tamamlayıb sabahsı gün o birisi bölümdə, yəni sabahki bölümdə qəşəng bir də 100 taslaqlıq maşın ala bilərəm. Dostlar, demişdim ki Audi alacağım. Audi aldıq. O Audi'yi gecikdirəcək. Qorxdum. Hayda. Neyse, biraz da sistem otağında biraz da dirib. Neyse, gedək. Heç olmazsa bununla da bir dənə görev eləyək. Bununla da görev eləməsi olmaz dostlar. Dostlar, başladım. İndi gələk. Ayda drift atmalıyam. Hoppa, neyse onu söyleyeyim. İndi bu dəqiqə dostlar düşünürəm ki altında bir şeydir. İndi bu dəqiqə RS6'yı sürürəm. İndi dəlirərdim ha. Kəsin dəlirərdim. 5000 puanı bundan rahat eləyərik dostlar. Təkdə eləyərik. Məncə eləyərik. Hayda. Dostlar, mənim hətamdır. Maşını yaxşı
kontrol edə bilmirəm. Çoxdan önce 5000 elədik. Hətta bununla 10.000-ə qədər çatdırarıq. Hoppala, buralardan da gedək. Maşını yenə vurdum. İstəmirəm dostlar, belə vurmaq istəyirəm. Biraz köşün yordura eləmək istəyirəm. Belə çox sürətli gedə. Onu belə bütün gün belə divara vura getmək istəmirəm. Onu belə qəşəng, belə driftlər atmaq istəyirəm. Belə qəşəng, belə geniş belə driftlərdən atmaq istəyirəm. Reklam gələcəkmi? Təbii ki də gələcək. Nə bəkləyirdim ki? Gəldim dostlar. Şimdi biraz da drift ataq. Neyse tabii dostlar, videomuzun burada sonuna gələk. Yəni dediyim kimi like atıb bir saniye. Yəni dediyim kimi like atıb abone olmağı yaddan çıxartmayın. Eğer geçen bir tane yani 5 like gelse dostlar bu video sabahları Car Simulator videosu gələcək. Söz deyirəm, söz verirəm. Ondan əmin olun. Amma gəlməsi yox, o birisi gün atacağım. Yəni like sayısı pisləşib dostlar. Neyse videomuzun sonuna gələk. Bye bye, goodbye.